Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bərabər baxacağıq ki, sulfat turşusu mövzusunun sonunda bizə hansı ətraflı yazılı cavab tələb olunan tapşırıqlar verilibdir. Burada cəmi 22 dənə sual var. Bu 22 dənə sualın 9 dənəsinin hazır video izahı var. Yəni birə-bir köhnə topludan kopyalanıbdır. Ona görə də yalnız yeni sualların sizə video izahını verəcəm burada. Demək uşaqlar, nəyə biz diqqət edəcəyik burada? Birinci sualımız belədir. Dəmir və misdən ibarət 44 qram qarışığımız var. Buna artıq miqdarda götürülmüş 98% isti qatı sulfat turşusu məhlulu ilə təsir edilib və nəticədə deyir 22,4 litr qaz ayrılmışdır. Aydın məsələdir. Bu 1 mol deməkdir, düzdürmü? İlkin qarışıqda misin kütləsini və sulfat turşusu məhlulunun kütləsini hesablayın. Mən zaman getməsin deyə öncədən reaksiyaları yazdım, əmsallaşdırdım. İkisi bir yerdə, mənim metalım 44 qramda, ayrı-ayrılıqda nə qədərdir bilmirəm. Məsələn, uşaqlar, bunu x qram, bunu da y qram olaraq nəzərdə götürürəm. X qram dəmirim var, y qram misim var. İkisi bir yerdə 44 qramda, o zaman yazacağım x üstəgəl y bərabərdir 44-də. Bu sistem tənliyimin birinci hissəsidir. Nəyə görə burada isti sözünü vurğulayıbdır? Çünki biz demişik ki, nikel, xrom, dəmir, alfa. Bu 4 dənə metal soyuq vəziyyətdə sulfatla reaksiyaya girmir. İsti sözünü ona görə bizə vurğulayır ki, yəni temperatur veririk ki, yəni hər iki reaksiyamız gedir. Bizə onu demək istəyir. Mən birinci növbədə hesablayacağım ki, x qram dəmirdən nə qədər qaz ayrılır? Aydın məsələdə hər iki reaksiyada ayrılan qazımız SO2 qazıdır. Burada 2 mol, yəni 112 qram qanunən dəmir reaksiyaya girir. Bu zaman 3 mol SO2 alınır. Bəs x qram dəmir reaksiyaya girəndə nə qədər mol SO2 alınacaq? Yazıram A mol. Bu A-nı da tapanda 3-ü x-ə vurub 112-yə bölürük. Bax, belə də saxlayıram. Bu A, x qram dəmirdən yaranan SO2-nin mol miqdarıdır. Gəlirəm aşağıya. 64 qram, yəni 1 mol mis reaksiyaya girəndə elə 1 mol SO2 əmələ gəlir, qaz əmələ gəlir. Y qram misdən neçə mol SO2 əmələ gələcək? B mol. Y-i də buradan, daha doğrusu B-ni buradan tapanda Y-i bölməliyəm 64-ə. Yəni mən burada nəyi hesabladım uşaqlar? X qram dəmir reaksiyaya girəndə bu qədər mol SO2 əmələ gəlir. Y mol mis reaksiyaya girəndə bu qədər mol SO2 qazı əmələ gəlir. Yekunda SO2 qazının mol miqdarı 1 mola bərabərdir. O zaman sistem tənliyimin ikinci hissəsi belə olacaq. 3x bölünsün 112, yəni birinci reaksiyadan alınan SO2-nin mol miqdarı, üstə gələk y bölünsün 64, ikinci reaksiyadan alınan SO2-nin mol miqdarı, cəbri-cəm 1 mol mənim qazım əmələ gəlib. Maşallah olsun, həmişə deyirəm, şagirdlərin riyazi qabiliyyəti daha yaxşıdır. Onsuz da lövhəmizdə də burada yer yoxdur. Bu hissəni özünüz rahatlıqla bacaracaqsınız. X və Y-in uşaqlar burada qiymətini tapacaqsınız. Deməli, Y-imiz olacaq 16 qrama bərabər. Aparıb yerində də yazıram. Y-imiz 16 qramdır. X-imiz olacaq 28 qrama bərabər. Bunu da apardım. Bu hissədə yazdım ki, X-imiz 28 qrama bərabərdir. Düzdürmü? Deməli, biz ayrı-ayrılıqda metalların çəkisini tapdıq. Bizə birinci növbədə deyir ki, ilkin qarışıqda misin kütləsini tap. İlkin qarışıqda misin kütləsi oldu 16 qrama bərabər. Deməli, bu bizim ilk ifadəmizin doğru cavabıdır. İndi bizə deyir ki, istifadə olunan sulfat turşusu məhlulunun kütləsini hesabla. Gəlin biz hesablayaq görək 16 qram misə nə qədər sulfat lazımdır. Uşaqlar, baxın, 64 qram misə 2 mol sulfat işlənir. 16 qrama da x mol sulfat işlənəcək. X bərabər olacaq 0,5 mola. Mən birinci növbədə hesabladım ki, 16 qram misə yarım mol sulfat işlənir. 112 qram dəmirə 6 mol sulfat işlənir. 28 qram tapdım ki, qabımda dəmir var. Buna nə qədər sulfat işlənəcək Y? Y bərabərdir 1,5 mola. 1,5 mol sulfat burada işlənir. Yarım mol sulfat burada işlənir. Cəmi mənim reaksiyama 2 mol sulfat sərf olundu. 2-ni də vuranda 98-ə eləyəcək 196
qrama bərabər, düzdürmü? Yəni mənə 196 qram sulfat turşusunun özü lazımdır. Bu isə mənə deyir, sulfat turşusunun məhlulunun çəkisini tap. Axı sulfat turşusunun da 98% olduğunu mənə vurğuluyur. Yəni elə bir məhlul, elə bir kütlə götürməliyəm ki, onun 98% mənə 196-nı versin. Uşaqlar, 196 əgər 98%dirsə, ümumi məhlulum neçə qram olmalıdır ki, bu 100%-ə bərabər olsun. Buradan da x-imiz çıxacaq 200 qrama bərabər. Birinci mən xalis sulfatın miqdarını tapdım ki, mənə 196 qram sulfat turşusu net şəkildə lazımdır. Amma sulfat turşusunun 98%li olduğu mənə vurğulanır. Yəni deyir, elə bir məhlul götür ki, onun 98%-i bizə 196 qramını versin. Doğru cavabımız olacaq 200 qrama bərabər. Deməli, uşaqlar, ikinci sualda bizə deyir ki, qapalı qabda pirit və sink sulfit maddəsindən ibarət bir qarışıq var. Artıq miqdarda oksigenlə qarşılıqlı təsiri zamanı maddələrin miqdarının dəyişilmə qrafiki verilmişdir. Reaksiya nəticəsində alınan sink oksidin mol sayını, başlanğıc qarışıqda olan piritin kütləsini qramdan hesablayın. Bu qrafik, uşaqlar, mol miqdarının zamandan asılıq qrafikidir də, görürük açıq aydın, düzdürmü? Oksigen 12-dən başlayıb 2-də dayanıbdır. Oksigenin işlənməsi 10 moldur. SO2 sıfırdan başlayıbdır, 7-də dayanıbdır. Bunun da əmələ gəlməsi 7 moldur. Deməli, mən başa düşürəm ki, ümumiyyətlə bu reaksiyaları yazıb sizin üçün görürsünüzmü? Kənarda əmsallaşdırmışam. Biz buradan başa düşürük ki, 10 mol oksigen toplam bu iki reaksiyaya işlənibdir. 7 molda SO2 alınıbdır. Amma nə bilmirəm ki, piritin mol miqdarı nə qədər olubdur, nə bilmirəm sink S-in mol miqdarı nə qədər olubdur. O zaman nə edirik? Əmsalların yanına bir dənə x, y yapışdırıb biz işlənməni təmsil eləyə bilərik. Bunun əmsalı 4-dür. 4x mol pirit işlənir. Bu zaman ona 11x mol oksigen sərf olunur. 2x qədər oksid əmələ gəlir. 8x qədər də SO2 əmələ gəlir. Gəldim aşağı. 2y qədər bu işlənir. 3y qədər bu işlənir. 2y qədər bu əmələ gəlir. 2y qədər də bu əmələ gəlir. Bunları başdan belə yazsanız, işləriniz olacaq rahat. Deməli, nə edirəm? Birinci, nəyi tapacam? Əmələ gələn SO2-ni. Burada SO2 8x əmələ gəlibdir. Burada SO2 2y əmələ gəlibdir. Yazacam 8x plus 2y toplamda nə qədər SO2 əmələ gəlibdir? 7 mol. Bu oldu 7 mola bərabər. Sistem tənliyimizin birinci hissəsidir. İstifadə olunan oksigen 11x burada sərf olunubdur. 3y də burada sərf olunubdur. Yazıram 11x üstə gələk 3y bərabərdir. Toplam nə qədər oksigenim işlənibdir? 10 mol oksigen işlənibdir. Bu oldu sizin sistem tənliyiniz. Qəşəngcə bu sistem tənliyini həll edirsiniz. Buradan alacaqsınız. Y bərabərdir 1,5 mol. X bərabərdir 0,5 mol. Yəni mənim tapdığım bu rəqəmlər və mollardır. Kənarında yazıram. Mol, buna da yazıram mol. Vəssalam. Mən həm y-imin miqdarını tapdım, həm x-imin miqdarını tapdım. Mənə deyir ki, reaksiya nəticəsində alınan sink oksidin mol sayını tapın. Uşaqlar, sink oksid 2y mol qədər alınıbdır. 2y, y-in yerinə də aparıb 1,5-i qoyanda, 2-ni 1,5-ə vuranda 3 mol bizim sink oksidimiz əmələ gəlibdir. Və bizə deyir, başlanğıc qarışıqda piritin kütləsini qramla hesablayın. Pirit maddəmiz 4x qədər sərf olunubdur, düzdürmü? X-i də biz yarım tapmışıq. Yəni 4x-də x-in yerinə yarım qoyanda 2 mol bizim pirit maddəmiz işlənibdir. Piritin 1 molunun çəkisi 120-dirsə, 2 molunun çəkisini tapmaq üçün 2-ni 120-yə vuracağıq. Deyəcəyik 240 qram pirit maddəmiz burada sərf olunubdur. İlk ifadəmizin cavabı oldu 3 mol. İkinci ifadəmizin doğru cavabı olur 240 qrama bərabər. Uşaqlar, üçüncü sualda bizə deyir ki, 5 mol kükürdün qatı sulfat turşusu ilə reaksiyasından neçə litr qaz ayrılır? Əgər 1 mol kükürdü reaksiyaya girəndə 3 mol qaz ayrılırsa, 5 moldan nə qədər mol qaz ayrılar x? X bərabərdir 15 mola. Bizdən mol deyil, litrlə istədiyinə görə
1 mol qazımız 22,4 litrdirsə, 15 mol qazımız neçə litrə bərabərdir X? Buradan alacağıq X bərabərdir 336 litrə bərabər. Yəni direkt istəsəniz tənasübü litrə də uyğunlaşdıra bilərsiniz. İndi mənə belə rahat gəldi, mən belə yazdım. Yəni yaza bilərsiniz ki, 1 moldan 3 vur 22,4 alınırsa, 5 moldan nə qədər alınır? Yəni necə xoşdursa sizə. Reaksiyaya daxil olan sulfat turşusunun kütləsini qramla hesablayın. Burada görürsünüz 1 mol kükürdə 2 mol sulfat sərf olunur. 1 mola 2 mol sulfat, yəni qrama çevirəndə 2 vurulsun 98 qram sulfat sərf olunursa, 5 mol kükürdə nə qədər sulfat sərf olunar X? X bərabər olacaq 980 qrama. Birinci ifadəmizin doğru cavabı 336 litr. İkinci ifadəmizin doğru cavabı olacaq 980 qrama bərabər. Gəldik dördüncü suala. Dəmirin burada sulfat turşusu ilə reaksiyası verilibdir. Həm qatı ilə, həm duru ilə. Deməli, qatı ilə duz alınır, SO2 qazı alınır, bir də su əmələ gəlir. Burada qaz olduğunu vurğuladığına görə biz bilirik ki, X-imiz olacaq SO2 qazı. Və duru sulfatla qarşılıqlı təsirindən duz əmələ gəlir, hidrogen qazı əmələ gəlir. Və dəmir duru ilə özünü ekvivalentdə aparır. Deməli, bu da mənim olacaq Z maddəm. Bizə deyir ki, X və Z-in maddələrinin nisbi molekul kütlələrini hesablayan uşaqlar çox rahat. Ayrılar bizə verilibdir. Ayrılardan istifadə edərək emeri hesablaya bilərik. Bu maddənin emeri 64-ə bərabər eləyir. Digər maddəmizin emeri 152-yə bərabər olacaq. Uşaqlar, 5-ci sualda bizə deyir, sizə 2 dənə maddə vermişik. Kalsium karbonatla kalsium oksid maddəsi. Kalsium karbonatın kütləsi A qramdır. Kalsium oksidin kütləsi B qramdır. Sulfat turşusu ilə tam reaksiyasından alınan duzun mol miqdarı da mm'dir. Onsuz da bu reaksiyaya əgər diqqətlə fikir verirsinizsə, burada alınan duzların mol miqdarları bir-birinə bərabərdir. Bu reaksiyaların heç birinin əmsalı ehtiyacı yoxdur. Qanunən burada da 1 mol duz alınır. Qanunən burada da 1 mol duz alınır. Yəni M-in yerinə avtomatik özünüz bir rəqəmini qoya bilərsiniz, düzdürmü? Yəni ikisində də mənim 1 mol duzum alındı. Yəni nə isə eyniləşdirməyə ehtiyac yoxdur. Əgər duzların əmsalları fərqli olsaydı, o zaman bəli, eyniləşdirməyə ehtiyac olacaqdı. Bizə deyir ki, hər ikisindən də eyni mol miqdarda duz alınıbdır. MM yazdıq. Deməli, burada cəmi 1 mol kalsium karbonat götürməliyəm. Burada da 1 mol kalsium oksid götürməliyəm. Bunların da mol miqdarlarını dəyişməyə mənim haqqım yoxdur. Çünki əmələ gələn duzlarımın mol miqdarları bir-birdir, bir-birinə bərabərdir. 1 mol kalsium karbonatın kütləsi, yəni emeri 100 qrama bərabərdir. Burada da deyir, kütləsi A qram götürülübdür. Deməli, A-mız 100-ə bərabərdir. 1 mol kalsium oksidin kütləsi də 56-ya bərabərdir. Burada deyəsən ayrılar verilməyib. Bu testin günahıdır da, ayrılar sizə verilməli idi, eyb yox. Digər testlərdən istifadə edə bilərik. Belə də ki, o qədər işləyirik ki, bu rəqəmlərlə istər-istəməz ayrılar da bizim beynimizdə möhürlənir. Aynən B-nin qiymətini tapdıq. Bizə birinci deyir ki, B bölünsün A nisbətini hesabla. Yəni, uşaqlar 56-nı böləcəyik 100-ə. Doğru cavabımız olacaq 0,56-ya bərabər. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. Sonra da deyir ki, M-i A-ya böl. M-imiz 1 oldu. A-mız da 100-ə bərabər oldu. Doğru cavabımız da olacaq 0,1-ə bərabər. Uşaqlar, 6-cı sualda bizə bir qrafik verir. Kütlənin zamandan asılı qrafiki deyir ki, maddələrin kütlələrinin zamandan asılı dəyişməsinə əsasən dəmir və kükürd arasında gedən reaksiyada N-i və M-i hesablayın. Mən sizə demişəm ki, yuxarıdan aşağıya gedən xəttlər həmişə bizə reaksiyaya girən maddəni təmsil edir. Görürsünüzmü? 2 dənə maddə reaksiyaya girib, biri tam tükənibdir, biri M nöqtəsində qalıbdır. Tükənən çox işlənəndir. Aydın məsələdir. Biraz yuxarıda qalan az işlənəndir və burada cəmi bir dənə maddə əmələ gəlibdir. Bu da bizim ferrum S maddəmizdir. Çünki həmişə sizə demişəm ki, sıfırdan yuxarıya doğru gedən, yəni üzü yuxarıya doğru qalxan, artan əmələ gələn maddəmizdir. Birinci növbədə nəyə fikir veririk? Dəmirlə S arasında reaksiya gedir, dəmir 2 sulfid əmələ gəlir, əmsala ehtiyac yoxdur. Qanunən burada 56 qram, yəni 1 mol dəmir, 32 qram, yəni 1 mol kükürdlə reaksiyaya daxil olur. 1 mol ferrum S maddəsi əmələ gəlir. Bunun da emeri 88-ə bərabərdir.
Bir dənə diqqətlə baxırsınızsa, hər ikisi bərabər kütlədən başlayıbdır. Və sizə belə bir söz demişəm ki, iki maddəmiz bərabər kütlədən başlayıbsa, böyüklə götürməlisiniz. 56 bundan götürmüşəm, 56 bundan götürmüşəm. 56 dəmir götürmüşəm, 56 işlənir 0, bundan heç nə artıq qalmır. 56 kükürd götürmüşəm, 32 işlənəndə 24 qram mənim kükürdüm artıq qalır. Və hər ikisini də bərabər kütlədə götürəndə, 56 götürəndə 24 qram kükürdüm artıq qalır, 88 qram məhsulum əmələ gəlir. İndi uşaqlar, bizə deyir ki, 44 qram məhsul əmələ gələndə başlanğıc kütləni siz tapın. Başlanğıc kütləsini hər ikisini də 56 götürəndə 88 qram məhsulum əmələ gəlir. Başlanğıc kütləm, yəni enim görəsən nə qədər olmalıdır ki, 44 qram məhsul əmələ gəlsin? M bərabər olacaq 28-ə. Başlanğıc kütləmizi tapdım. Hər ikisi 28 götürülübdür. Başlanğıc kütlə 56 olanda 24 qram kükürdüm artıq qalır. Başlanğıc kütlə 28-dirsə, nə qədər kükürdüm artıq qalacaq? Bunu da bizə M hərfi ilə ifadə edir. Yəni, bu az işlənənim kükürdür. M-də başlayıb, M-də dayanıb. M onun artıq qalma miqdarını bildirir. M-i də buradan tapanda doğru cavabımız olacaq 12 rəqəminə bərabər. Aydın məsələdir ki, dəmirin qanuni işlənməsi 56, kükürdün qanuni işlənməsi 32-dir. Hansından artıq qalacaq? Az işlənəndən artıq qalacaq. Deməli, ilk ifadəmizin doğru cavabı 28, ikinci ifadəmizin doğru cavabı olacaq 12-yə bərabər. Gəldik uşaqlar 7-ci suala. Reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Natrium OH-la S arasında gedən reaksiyanı yazdıq, əmsallaşdırdıq. Reaksiyadan deyir 0,6 mol oksigensiz duz əmələ gəlirsə, artıq qalan maddənin miqdarını hesablayın və diqqətlə baxırsınızsa qabın içində M mol natrium OH-la M mol S götürülübdür. Yəni cümlənin mənası nədir? Bunları başa-baş götürmək lazımdır. Bayaqlarım nə dedim? İkisini də eyni miqdarı, eyni kütləyə, eyni mol deyəndə böyüyə uyğunlaşdırın. Qanunən burada 6 mol natrium OH-la 3 mol kükürd reaksiyaya girir. Bunu da 6 götürürəm, bunu da 6 götürürəm, böyüyə uyğunlaşdırıram. Bunun işlənməsi 6-dır, bunun işlənməsi 3-dür. Əmsalına diqqət edirəm. 6 götürdüm, 6 işləndi 0, bundan heç nə artıq qalmır. 6 götürdüm, 3 işləndi, 3 mol kükürdüm artıq qalır. Deməli, mövcud lövhədə gördüyünüz əmsallara nəzərən 3 mol kükürdüm artıq qalanda 2 mol oksigensiz duzum əmələ gəlir. Tənasüb qururam, 3 mol kükürdüm artıq qalanda 2 mol duzum əmələ gəlir. Görəsən mənim kükürdüm nə qədər artıq qalmalıdır ki, 0,6 mol duz əmələ gəlsin. X də bərabər olacaq 0,9 mola bərabər. Gəldik 8-ci suala. Yetəri qədər sadə bir sualdır. Bizə deyir ki, M qram natriumun üzərinə sulfat gəldiyimiz zaman 6,8 qram qaz ayrılıbdır. X qazı. Reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Və burada bizə deyir M hesablayın. Uşaqlar, qaz halında ayrılan maddəmiz H2S qazıdır. Burada qanunən 8 vurulsun 23 qram natrium reaksiyaya girir. O zaman 1 mol, yəni 34 qram qaz əmələ gəlir. Sualın mənə dediyi M qram natriumdan isə 6,8 qram qaz əmələ gəlir. Buradan M-i hesablamaq üçün nə edəcəyik? 8 vurulsun 23 vurulsun 6,8-i böləcəyik 34-ə. Buradan da biz M-in qiymətini tapacağıq. Olacaq 36,8 qrama bərabər. Demək uşaqlar, bu oleum məsələləri bir balaca şagirdləri incidir. Məsələn, baxın 16-cı sualda oleumdur. Digər videoda onun da izahını vermişəm. Baxmağınızı tövsiyə edirəm oleum məsələlərinə. Qəbulda da bir balaca, sınaqlarda da bir balaca uşaqları incidir. Baxsanız işləriniz rahat olar. 15-ci sual yeni salınıbdır topluya. Buna sizinlə bərabər baxacağıq. Bizə deyir ki, 36 qram su üzərinə, yəni bunu birbaşa mola da çevirər bilərsiniz rahatlıqla. 2 mol su üzərinə x qram SO3 əlavə etməklə 20% oleum alınmışdır. Deyir, x-i tapın, alınan məhlulda sulfat turşusunun kütləsini hesablayın. Birinci növbədə nəyi bilməlisiniz? Oleum nədir? H2SO4 vurulsun
neçəsə mol SO3-dən ibarət bir qarışıqdır. 20% oleum sözünün mənası bilsiz nədir? Bunun nə qədər kütləyə sahib olduğunu mən bilmirəm, çünki SO3-ün mol miqdarını bilmirəm. Misal çəkirəm, bu SO3-ün kütləsinin bu cəm kütləyə olan nisbətini 100-ə vurublar, alıblar 20%. Yəni sözün mənası odur. Avtomatik mən nə başa düşürəm? Burada su deyilən bir şey qalmamalıdır. Su yoxa çıxmalıdır. Mən suyun üzərinə nə qədərsə SO3 tökməliyəm. SO3 bu 2 mol su ilə reaksiyaya girib bu 2 mol suyu tamamilə yox eləməlidir. Sulfat yaratmalıdır. Hələ bir balaca da SO3-ün miqdarı artıq qalmalıdır. İndi gəlin sizlə belə bir şeyə fikir verək ki, H2O maddəsinin üzərinə SO3 maddəsini gəldiyim zaman alınır H2SO4. Burada əmsala falan ehtiyac yoxdur uşaqlar. Mənim bu dəqiqə qabımda 2 mol su var. Oleum əmələ gəlməsinin üçün su tamamilə yoxa çıxmalıdır. Deməli, mən nağdı bura 2 SO3 əlavə eləməliyəm, 2 mol. Və yekun nəticədə 2 mol sulfat turşum nağdı yaranmalıdır. Bu qalsın, bizi gözləsin. Və avtomatik biz ikinci ifadəmizin doğru cavabını tapdıq. Bizə deyir, məhlulda sulfat turşusunun kütləsini hesabla. Ən sonda mənim 2 mol sulfatım əmələ gəlir. Sulfatın da emeri 98-dir. 2-ni 98-ə vuranda 196 qrama bərabər edir. Bu mənim yekunda olan sulfat turşumun miqdarıdır. Yəni mən 2 molu da qrama çevirəndə bunun emeri 80-ə bərabərdir. 2-ni 80-ə vuranda 160 qram SO3-ü artıq tökmüşəm. Mən 160 qram, yəni 2 mol SO3-ü tökmüşəm ki, oradakı 2 mol suyu özünə birləşdirsin, sulfat yaratsın. Və mənim qabımda artıq su deyilən bir şey yoxdur. Artıq mənim qabımda sulfat yarandı. Neçə mol sulfatım var? 2 mol sulfatım var. 2 mol sulfat nə qədər eləyir? 196 qram eləyir. Və dedik ki, oleum sulfatla SO3-ün cəmidir. Əgər mənim qabımda 196 qram sulfat varsa və bu arada SO3-ün daha nə qədər olduğunu bilmirəm də, 3 qram mı, 5 qram mı, nə qədər var qabımda bilmirəm. Və sual mənə deyir ki, 20% oleum məhlulu alınıbdır. Yəni SO3-ün kütləsi cəm kütlənin 20%-ni təşkil edir. O zaman sulfatın kütləsi də cəm kütlənin 80%-ni təşkil edir. Su yoxdur, suyu yaddan çıxardın. Yekunda mənim belə bir sistemim var. SO3 burada 20% kütlə payına sahibdir. Deməli, sulfat da 80% kütlə payına sahibdir. Sulfatın 196 qram olduğunu bilirəm, tənasüb qururam. 196 qram sulfatım 80%dirsə, görəsən burada neçə qram hələ mənim SO3-üm var ki, bu da 20%-ə bərabərdir. X bərabərdir 49-a. Deməli, uşaqlar, mən bu 160 ilə bu 49-u cəmləyirəm. Deyirəm ki, 209 qram SO3-ü mən sistemə əlavə etmişəm. Bunun 160-ı 2 mol su ilə birləşdi, yoxa çıxdı. Mənə 2 mol sulfatı yaratdı. 49-u da hələ artıq sistemin içərisində qalıbdı. Yəni, burada bu dəqiqə 196 qram sulfata 49 qram SO3 düşür. 49 qram SO3 bu dəqiqə bu sistemin içərisində var. Deməli, mən əlimizdə artıq qalan SO3 ilə, yəni oleumun içində olan SO3 ilə sulfatı yaradan SO3-ün kütləsini cəmləyirəm. Deyirəm, başlanğıcda qabın içərisinə əlavə elədiyim SO3-ün kütləsi 209 qrama bərabərdir. Bu bizim ilk ifadəmizin cavabıdır. İkinci ifadəmizin də doğru cavabı oldu 196 qrama bərabər. Yəni, yekunda bizim sistemimizdə 2 mol sulfat turşusu əmələ gəldi. Demək, uşaqlar, burada bizə nə deyir bu sual? Sual bizə bildirir ki, su ilə qatı sulfat turşusunun durulaşdırılması şəkildəki kimidir. Birinci qabda olan maddənin üzərinə siz burada bilməlisiniz ki, su ilə sulfatı qarışdıranda sulfatı suyun üzərinə tökə bilərsiniz. Suyu sulfatın üzərinə tökmək olmaz. Yəni, avtomatik siz başa düşməlisiniz ki, birinci qabınızda sulfat turşusu var. İkinci qabınızda su maddəsi var, düzdürmü? Bunu bilməlisiniz. Sulfat turşusunu suyun üzərinə tökə bilərik. Şüşə çubuqla asta-asta qarışdıra-qarışdıra. Əksi olmaz. Suyu turşunun üzərinə tökmək olmaz. Bizə deyir ki, birinci qabda olan maddənin üzərinə dəmir əlavə edib qızdırdıqda. Qızdırdıqda deyir, bura bir temperatur işarəsi yazaq. Alınan məhsullarının mol sayının zamandan asılılıq qrafikinə əsasən kimyəvi formulunu yazın.
Yəni kimyəvi formulunu yazın. Yəqin ki 3 maddənin də kimyəvi formulunu bizdən istəyir də. X, Y, Z hansıdır? N-in qiymətini hesablayın. Burada baxın, mol sayının zamandan asılı qrafikinə əsasən 1 mol bu maddə əmələ gəlib, 3 mol bu maddə əmələ gəlib, Z mol da bu maddə əmələ gəlib. Mən də baxıram, 1 mol bu maddə əmələ gəlir, 3 mol bu maddə əmələ gəlir, 6 mol da digər maddə əmələ gəlir. Yəni ən az əmələ gələnim X-dir, 1 mol dəmir 3 sulfat duzudur. Orta miqdarda əmələ gələnim Y-dir, SO2-dir. Ən çox mol miqdarda əmələ gələnimdə olacaq mənim Z maddəm, düzdürmü? Və burada baxıram ki, 1 mol bundan, 3 mol bundan əmələ gələndə 6 mol da bundan əmələ gəlir. Yəni hər hansı bir tənasübə falan ehtiyacı yoxdur. Deməli, N-imizin qiyməti olacaq 6-ya bərabər. Həm maddələrimizin formullarını yazdıq, həm də N-in qiymətini tapdıq. Bu sualda bayaqkına oxşar bir sualdır uşaqlar. Deyir, xromun isti qatı sulfat turşusu ilə reaksiya tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Bu arada hər dəfə burada temperatur işarəsi qoymağı mən unuduram deyəsən. Qrafika əsasən neçə mol Z əmələ gəldiyini hesablayın. Bu qrafik mol sayının zamandan asılı qrafikidir. Yenə baxıram, ən az mol miqdarda Z-im əmələ gəlibdir, orta mol miqdarda Y-im əmələ gəlibdir, ən çox mol miqdarda da X-im əmələ gəlibdir. 1 mol burada duzumuz əmələ gəlir, 3 mol SO2, 6 mol su. Ən az mol miqdarda əmələ gələnim Z-dir. Orta mol miqdarda əmələ gələnim Y-dir, ən çox mol miqdarda əmələ gələnimiz də X maddəsimizdir, düzdürmü? Bunları tapdıq. Sual mənə demək istəyir ki, X maddəsi 3,6 mol əmələ gəlibdir. Bu zaman siz daha doğrusu Z-in mol hesabını tapın. Biz bunu tapmalıyıq. Deməli, tənasüb qururuq. 1 mol Z əmələ gələndə 6 mol X maddəsi əmələ gəlir. Görəsən nə qədər Z əmələ gəlməlidir ki, 3,6 mol buradan X maddəmiz əmələ gəlsin. X-i buradan hesablayanda doğru cavabımız olacaq 0,6 mola bərabər. Uşaqlar, bu sualda kükürdü natrium OH ilə qızdırdıqda baş verən reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Qrafika əsasən M hesablayın. Bu qrafik kütlənin zamandan asılı qrafikidir, düzdürmü? Bu qrafikdə nəyə fikir verirəm? 2 dənə maddə reaksiyaya giribdir. İkisi də 60 qramdan götürülübdür, görürsünüzmü? Biri gəlibdir, 0 nöqtəsinə yapışıbdır. Yəni bu çox işlənən maddəmdir. 60-ın hamısı işləndi, getdi. Biri isə havada qalıbdır. Bu az işlənən maddəmdir və N nöqtəsində dayanıbdır. Qanunən bir şeyə diqqət eləyək. Baxın, burada 6 mol natrium OH reaksiyaya girir. 1 mol da 40 qramdır. 6-nı 40-a vuranda 240 qram burada natrium OH reaksiyaya girir. Özü ilə 3 mol kükürdü reaksiyaya daxil edir. 3-ü də 32-yə vuranda uşaqlar edir 96 qrama bərabər. Bu mənim reaksiyaya girən kütlələrimdir. 240 qram natrium OH, 96 qram kükürdlə reaksiyaya girir. Bayaq sizə nə dedim? Bərabər kütlə götürəndə böyüyə uyğunlaşdırırıq. 240 qram bundan götürürəm, 240 qram da bundan götürürəm. İndi diqqətlə əlimə baxın. 240 qram götürdüm. 240 qram işləndi. 0. Bundan heç nə artıq qalmır. 240 götürdüm. 96 işləndi. 144 qram kükürdüm artıq qalır. Deməli, cümləni özünüz üçün belə qurun. Başlanğıc kütləni 240 deyə götürəndə hər ikisini 144 qram mənim kükürdüm artıq qalır. Və tənasübü də belə quracağıq. Deyəcəyik ki, 240 qram kütlə götürəndə 144 qram bizim kükürdümüz artıq qalır. Burada deyir, bərabər kütləni 60 qram götürmüşük. İkisini də bərabər 60-60 götürmüşük. Yaxşı, kütləni 60-dan götürəndə görürsən mənim nə qədər kükürdüm artıq qalacaq X. X də bərabərdir. Bunlar ixtisar gedəcək, qalacaq 4. 144-ü 4-ə böləndə doğru cavabımız olacaq 36 qrama bərabər. Hardan bilirik? Həm burada işlənən miqdarına əsasən. Çox işlənənim budur, az işlənənim budur. Avtomatik başa düşürəm ki, X mənim natrium OH maddəmdir. Bu birisi Y mənim kükürd maddəmdir. Həm də qrafika baxmasanız belə, grafikdən öncə rəqəmləri yazsanız belə, özünüz də meydana çıxardırsınız da. Yəni 240 götürdüm, 240 qram işləndi, 0 artıq qalmadı. 240 qram götürdüm, 96 işləndi, 144 artıq qaldı. Yəni bunu əgər qayda formasında desəniz ki, mən bu lövhədəki rəqəmlərə nəzərən 240 başlanğıc kütləni təyin edəndə hər maddə üçün, yəni 2 dənə maddəm reaksiyaya girir də, hərəsini 240 götürmüşəm. 240 qram eyni kütlədə bunları götürəndə, yəni rəqəmim 240-a bərabər olanda 144 qram kükürdüm artıq qalırsa,
60-a bərabər olanda rəqəmim mənim nə qədər kükürdüm artıq qalacaq? X. X-imiz də bərabər olacaq 36 qram. Gəldik uşaqlar son sualımıza bu bölmə üçün. Burada bir dənə xırda bir şeyə diqqət eləyin də. Bizə qrafikin zamandan asılılıq qrafikidir də, düzdürmü? Mol sayının zamandan asılılıq qrafiki. Birinci alta baxaq. Deyir, kükürdü qatı nitrat ilə qızdırdıqda baş verən reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Burada yenə bizə bildirmək istəyir ki, 2 dənə maddəni, yəni başlanğıcda reaksiyaya girən bu 2 maddəni 3 mol götürmüşük. Bunun biri tam işlənibdir, sıfıra enibdir, qalmayıbdır bundan artıq. Yəni bu mənim çox işlənən maddəmdir. Biri isə M mol miqdarında dayanıbdır. Bu da mənim az işlənən maddəmdir. Aydın məsələdir ki, 1 mol kükürdə 6 mol nitrat sərf olunur, düzdür uşaqlar? Yəni çox işlənənim nitrat turşusudur, aydın məsələdir. Az işlənənim artıq qalası maddəm kükürdür. Yenə eyni qaydadan istifadə edirəm. Hər ikisində eyni rəqəmə uyğunlaşdırıram, böyüyə uyğunlaşdırıram. 6 bundan götürürəm, 6 bundan götürürəm. Qanunən 1 bunun işlənməsi də 6 bunun işlənməsidir. 6 götürmüşəm, 6 işlənir, 0. Bundan işin artıq qalmır. 6 götürmüşəm, 1 işlənir, 5 mol kükürd artıq qalır. Deməli, mən hər ikisini 6 mol götürəndə 5 mol kükürdüm artıq qalır. Tənasüb qururam. 6 mol hərəsini götürəndə 5 mol kükürdüm artıq qalır. Məsələ mənə deyir ki, hər birini 3 mol götürmüşük. Bu zaman nə qədər kükürdüm artıq qalacaq? X. Buradan da x-imi tapacağım ki, 2,5 mola bərabər. Birinci ifadəmizdə sadəcə deyir, yazın, əmsallaşdırın, yazdıq, əmsallaşdırdıq. İkinci ifadəmizdə bizə deyir ki, m-i tapın, m-imiz olacaq 2,5 mola bərabər. Uşaqlar, yeni topluluğa salınan bütün sualların sizə izahını verdim. Köhnə topluluğun da video izahı hazırdır, onu da sizlərlə bölüşəcəm. Çox ümid edirəm ki, sizlərə hər bir şey aydın oldu. Sağlıq olsun, görüşərik. Sağ olun, salamat qalın.